Hər kəsi salamlayıram. Məlumdur ki, əvvəlki videolarımızda Doktor Məs 1 və Doktor Məs 2 haqqında ətraflı məlumat vermişdik. Bu təqdimatımız Doktor Məs 3 haqqındadır. Doktor Məs 3 yaşıl üzlüdür. Hazırda gördüyünüz bu şəkildə satışdadır. Birinci nəşrlə satışdadır. Bu yoldaşlar birinci və ikinci hissədən tamamilə fərqli ayrı bir kitabdır. Üçüncü hissədə birinci və ikinci hissənin əlavələri qeyd olunub. Məsələn, natural ədədlərdən tutmuş, trigonometriyə qədər, həndəsənin əsas anlayışlarından tutmuş, üçbucağa qədər, dördbucaq çevrəyə qədər hər bir mövzunun qeyri-adi düsturları, əlavələri bizim kitablarımızda çox az tapılan və ya olmayan qaydalar, düsturlar, şəkillər, isbatlar təqdim olunmuşdur. Ümumiyyətlə, 3 kitabın üçü də ayrı-ayrı kitablardır. Birinci və ikinci hissə bütün proqramın tamamı idi. 5-ci və 11-ci sinif çərçivəsində blok, MIQ və sertifikasiya proqramlarına uyğun bütün proqramı əhatə edirdi, hətta artırılması ilə əhatə edirdi nəzəriyyə olaraq. Lakin araşdırmalarım nəticəsində daha qeyri-adi qaydalara, isbatlara, misallara, nümunələrə rast gəldiyim üçün və bu materialda kifayət qədər geniş olduğu üçün 3-cü hissəni yazmaq məcburiyyətində qaldım. Mən indi o kitabın içərisindən də təbii ki, mümkün qədər səhifələrdən sizə nümunələr göstərəcəm və əlavələr nəyi nəzərdə tuturam, oradan tam daha yaxşı aydın olacaq. Yeri gəlmişkən 3-cü hissənin qaydalarını araşdırarkən bu yolda, bu zəhmətdə mənə dəstək olan, əlindən gələni eləyən Əhmədov Səməd müəllimə də öz təşəkkürümü bildirirəm. Həmçinin kitabımızda müəllimin də öz araşdırmaları, düsturları və qaydaları təqdim olunmuşdur. Deməli, 3-cü hissənin mündəricatı bu şəkildədir. Bir hissədən ibarətdir, ikincisi yoxdur. Sadəcə bir kitabdır, yaşıl üzlü kitab. Natural ədədlərdən başlayır, hərəkət oxşarlıqda bitir. Buradakı mövzuları cəbir, həndəsə olaraq ayırmışıq. Natural ədədlərdən ibtidai funksiyalara qədər ayrıca cəbir hissəsidir. Gördüyünüz kimi səhifə 5-dən 110-a kimi. Həndəsə əsas anlayışlarından da hərəkət oxşarlıq simmetriyaya qədər həndəsə hissəsidir. Burada gözünüzə çarpacaq bəzi mövzuların adı yoxdur. Məsələn, bərabərsizliklər yoxdur. Məsələn, fəza hissəsi yoxdur. Həmin mövzuları birinci və ikinci hissədə kifayət qədər geniş, əhatəli, hətta bizim kitablarda olmayan qaydalarla birlikdə təqdim etdiyimizə görə 3-cü hissədə onlara əlavə qeyri-adi bir qayda yazmağı məqsədə uyğun görmədik. Lakin növbəti illərdə qeyri-adi qaydalara rast gələrəmsə, fəzaya aid təbii ki, bizim proqramda istifadə olunan, işimizi asanlaşdıran düsturlar, lemmalar, teoremlər, isbatlar, onları mütləq əlavə edəcəm. Hal-hazırda gördüyünüz mündəricatdakı qaydalar, mövzular kifayət qədər geniş qaydalarla əhatə olunub və burada verilən qaydalar, isbatlar birinci, ikinci hissədə olmayan qaydalardır. Ona görə bunun adını birinci və ikinci hissənin əlavələri, riyaziyyatın üçüncü gözü kimi adlandırmışam. Yəni qeyri-adi kitab kimi. Kitab əsasən nəydən ibarətdir? Məsələn, birinci hissədə natural ədədlərin tam müsbət bölənlərinin sayı, natural və ya tam müsbət bölənlərinin, daha doğrusu hasili hissəsi var idi. Onu sadəcə qısa düstur kimi vermişik, A üstü P bölünsün 2 şəklində, amma bunun nə olduğunu, hardan gəldiyini əhatəli şəkildə göstərməmişdik. Ona görə də həmin hissəni bir daha burada qeyd edib, ona uyğun nümunələr, isbatlar göstərilib. Məsələn, birinci hissədə ədədlərin bölünmə əlamətləri verilmişdir. Bütün proqramda lazım olan bölünmə əlamətləri və onların tapılma üsulları verilmişdir. Lakin onların heç birinin isbatı, izahı təqdim olunmamışdır. Bu kitabda həmin bölünmə əlamətlərinin bir-bir hər birinin isbatı və yaxud da ümumiyyətlə burada necə yanaşmalıyıq, digər bölünmə əlamətlərini necə isbat edə bilərik, ona istiqamət göstərilmişdir. Məsələn, qarşılıqlı sadə ədədlərin sayının tapılmasında bilirsiniz qayda var. Verilmiş ədəddən kiçik, onunla qarşılıqlı sadə olan ədədlərin sayının tapılması. Lakin mən heç bir kitabda bunun isbatına, izahına rast gəlməmişəm. Ona görə də çalışdım ki, həmin qaydanın isbatı hardan gəldiyi hər kəsə məlum olsun deyə sadə nümunələrlə göstərim. Yəni, burada onun isbatı da verilib.
Əlavə olaraq Əkob əbobun qalıqlı bölmədəki nümunələri, misalları, ona aid nümunələr göstərilib. Həmçinin faktorialla verilən ədədlərin sonundakı sıfırların sayının tapılma üsulu, neçə rəqəmli olduğunun tapılma üsulu və s. Bu şəkildə qaydalar, qeyri-adi qaydalar və yaxud da bəzi suallarda rast gəlirsiniz. Kitablarda kitab səhifələrinin sayının nömrələnməsi və s. hesablanması, sonra modul ədəd anlayışı, mod qaydası və s. Bunlar birinci hissədə müəyyən qədər təqdim olmuşsa, onun bütün əlavələrini burada yenidən sizə göstərmişəm. Yenə çoxluqlar, məsələn, birinci hissədə kifayət qədər çoxluqlara aid proqram çərçivəsində məlumat verilmişdir. Lakin çətin sual tipləri var ki, o çaşdırıcıdır. Onların həll metodlarını orada tapa bilmirsiniz, əminəm ki. Onları da burada ətraflı şəkildə, izahlı şəkildə vermişəm. Xüsusilə də, məsələn, bir çoxluq verir. Həmin çoxluqda tutaq ki, deyir ki, A-nın iştirak etmədiyi ad çoxluqların sayını tapın və yaxud da A-nın iştirak etdiyi ad çoxluqların sayını tapın və yaxud da A-nın iştirak etdiyi, B-nin iştirak etmədiyi ad çoxluqların sayını tapın. Bu tipli qeyri-adi sual tiplərinə uyğun qayda və onun izahını təqdim etmişəm ətraflı şəkildə. Bundan başqa, aydınlıq kəsirlərdə teleskopik cəmlər var, bilirsiniz, xüsusi metodu var, asan tapılma yolu var. Məsələn, praktik üsulunu da vermişəm, amma isbatını da təqdim etmişik Səməd müəllimlə birlikdə. Məsələn, faiz məsələlərində sadə faiz artımı hardan gəlir, isbatı necədir? Mürəkkəb faiz artımı hardan gəlir, isbatı nədir? İnflyasiya məsələləri, hansı ki, əksəriyyət kitabda tapmaq mümkün deyil. Həqiqi ədədlər bölməsində xüsusi metodlar, ədədi orta, həndəsi orta, həmçinin harmonik orta, mütləq xəta, nisbi xəta. Bilirsiniz, nisbi xətada bir ara müzakirə olunurdu ki, dəqiq qiymətə mi bölmək lazımdır, təqribi qiymətə mi? Niyə təqribi qiymətə bölündüyün sonuncu dəfə bilirsiniz, orta məktəb dərsliyində qəbul olundu ki, təqribi qiymətə bölünməlidir. Burada niyə təqribi qiymətə bölündüyü haqda açıqlama vermişəm. Polinomlar haqqında bilirsiniz, bizdə kitabımızda, proqramımızda çoxədlilər gedir, amma çoxədlinin xüsusi forması var ki, onlara polinomları deyilir və bu əsasən istifadə olunur MİQ və sertifikasiya imtahanlarında. Blok imtahanlarında da düşə bilir, bəli, amma xüsusilə MİQ və sertifikasiya imtahanlarında. Ümumiyyətlə, 3-cü hissənin mahiyyəti sırf MİQ və sertifikasiya hazırlaşan və ya riyaziyyatını daha dərinləşdirmək istəyən, qeyri-adi qaydaları öyrənmək istəyən, asan yolları öyrənmək istəyən, həmçinin blok imtahanına hazırlaşan, qarşısına məqsəd qoyan, 100% nəticəni əldə etmək istəyən abituriyentlərə əsasən yazılmışdır. Polinomlar haqqında mümkün qədər, əslində birinci hissədə biz məlumat vermişdik, nümunələr vermişdik, amma burada onun əlavələri, qeyri-adi yolları, daha qısa, daha asan üsulları təqdim olunub. Diqqət eləsəz, bu şəkildə polinomlar davam edir mövzu olaraq. Bundan əlavə, kitabımızın ən gözə çarpan tərəflərindən biri odur ki, kitabda mövzuların, əksəriyyət mövzuların həyatda harda istifadə olunduğu, harda tətbiq olunduğu haqda məlumatlar vermişəm. Xüsusilə məlumdur ki, riyaziyyatda adətən bu sual verilir ki, biz bu mövzunu harda istifadə eləyəcəyik, bir də həyatımız boyu harda rast gələcəyik, necə istifadə eləyəcəyik. Onun əslində istifadə olunduğu sahələr davamlı bizim həyatımız boyu bizə rast gəlir. Sadəcə onu təqdim etmək, bunu şagirdlərə də, özümüzə də göstərmək, xatırlatmaq daha gözəl olur ki, biz riyaziyyatın əslində sadəcə öyrəniləcək elm deyil də, kainatın dili olduğunu başa düşək, görə bilək bunu. Elə olduqda riyaziyyat həqiqətən də qavranılacaq, hətta mən deyərdim ki, digər fənlərdən daha yaxşı qavranılacaq elmdir, fəndir. Əsas odur ki, onu doğru şəkildə biz təbliğ edə bilək. Bundan başqa, ədədi ardıcılıqlar, silsilələr. Yenə birinci hissədə kifayət qədər məlumat var, amma burada həmin hissədə olmayan düsturların isbatlarını, qeyri-adi qaydaları, misallarda, testlərdə rast gəldiyimiz fərqli sual tiplərinin burada nümunələri və onların izahları geniş şəkildə verilib. Ətraflı şəkildə izah olunub. Kitabı oxuyarkən, araşdırarkən, sual yarandıqda mütləq şərhlərdə yazın, əlimdən gələn qədər ətraflı izah verəcəm. Beləliklə, kitablarımız haqqında bütün təqdimatımız bu qədər. Təqdimat zamanı texniki qüsurlara görə də üzürlü sayın.
Ümid edirəm və inanıram ki, Doktor Məs seriyası sizin riyaziyyatı qavramaq yolunuzda ən gözəl işıqlardan biri olacaq, sizə kömək olan, dəstək olan vasitələrdən biri olacaq. Bundan əlavə yoldaşlar, Doktor Məs 3-ün arxasında verilən Buraxılış 11 və Buraxılış 9 kitabları da yaxın zamanlarda inşallah avqustun sonuna kimi satışda olacaq. Məqsədimiz buraxılış imtahanı verən uşaqların işlərini asanlaşdırmaqdır. Çünki Doktor Məs 1, 2 və 3 seriyası sırf buraxılış imtahanı verən 3-cü, 4-cü və 5-ci qruplar üçün nisbətən ağır və geniş proqramdır. Ona görə də onların işlərini asanlaşdırmaq üçün, həmçinin dərs keçən müəllimlərin işlərini asanlaşdırmaq üçün buraxılışları ayırdıq. Doktor Məs 11-ci sinif buraxılışı narıncı üzlü inşallah yaxın zamanda satışda olacaq, ayrıdır. 9-cu sinif bənövşəyi üzlə ayrı olacaq. Ümid edirəm hər birinizə bol-bol uğur gətirər. Təşəkkür edirəm.